Rəcəb ayının ilk gecəsi qənimət günü deyiblər. Avvalu leylə min Rəcəb. Xüsusi desinən gün var, bir də gecə, Rəcəb gecəsidir ki, oyaq qalıb ibadət eləmək, istiğfar eləmək, Allahdan bağışlanmaq demək. Yəni sabah Rəcəb ayı girəcəksə bu gecə. Bəli, bu gecə düzdür. Sonra bir dənə də gəlib günü üçün gəlib, Rəcəb ayının birinci günü üçün. Mən zarı Qəbrəl Hüseyn əvvələ yevmin min Rəcəb. Kim Rəcəb ayı birinci gün İmam Hüseyni ziyarət eləsə. Sababı var, bağışlanan. Yolun da düyündə buradan da ziyarət eləmək olur. O dələ söz düyündə deyin. Necə olur o? Necə olur o ya? Minimalı budur. Hədislərdə Üzü var. qibliyə. Minimalı budur. Çıxırsan bir açıq səma altında dayanırsan. Əlini qoyursan sinəvə, üzü qibliyə dayanırsan. Bir sağa baxırsan, bir sola baxırsan. Sonra üzü qibliyə deyirsən, Əssalamu aleykə ya Əbu Abdillah. Əssalamu aleykə və rəhmətullahi və bərəkatuhu. Bir dənə də mən icazə verin ağanın sözünü deyim ki, sağa sola baxanda İmam Hüseyni yada salıb ki, tək qalmışdı, sağa baxırdı, sola baxırdı, heç kəsi yox idi. Yəni o sağa sola baxmağın ola bilər başqa açıqlamalar da olsun. Bunu da xatırladır adama. Bunu da xatırladır adama ki, son anda Əli Əsqəri itirəndən sonra da bir sağa baxır, bir sola baxır, daha heç kimi yox.